Nasıl yaşadım Allah, ömrümü ayımdan elimden aldın. Bize kardeşim idim arka dayadın, bize kıydın onu elinden aldın. Canında can parça o kardeşimin, kolunda iskelete yarası vardı. Bu derde dağlarda hiç söze bilmez, emanet hiç körpe balası vardı. Vətən üçün canından, qanından keçib. Mərdi-mərdane bölüşmüşdü o, əzab əzgətlə ömrünü sürüb. 2 yaşdan atasız böyümüşdü o. 30 oktyabr son görüşündə tabutun əlimlə gətirmişəm mən. Bütün xoş günlərim onunla getdi, yerinə qəm-kədər götürmüşəm mən. Sarıyken ölüyem yaşadıram ki, dergisi özüme mezar qazıram. Canınla qanınla sen tarih yazdın, elim qurusun ben sana şehir yazıram. Özüme şehirli arzulayım, ettiğim arzuya çatan kardeşim.